demirsiniz. Hər halda danışacağıq orada, hər şey sübutla, faktla, yəni bizdə də olacaq, biz də bilirik də, yəqin ki, indi danışacağıq, lap yaxşı, çox gözəl. Allahın izni ilə, inşallah alınacaq Allahın izni ilə. Yox, ehtiyac yoxdur arası getməyimizə. İşimiz alınsın, işimiz alınandan biz olacaq. Allah qoysa işimizə baxacaq. Yenə deyirəm, bəli, siz düz vurulursunuz. Nə inciyəsə heç bir şey yoxdur. İkisi də xərciz nə tutaq. İndi bə? İnşallah Allah diyen olsun, Allah'ın izniyle geldik, görüştük. Görüşmemiz oldu, anan da gelse inşallah. Görüşmemişik ya, öyle danışıp gelmeyeceğim görüşelim. Ondan sonra ben sizi göndereceğim Respublikansı Balinsa'ya. Gelin burada həkimlərdən keçib gələrsiniz. Şeyini mən məcbunəm ki, siz sənətləri sistemdən, portaldan sildirim. Gördünüz nə deyir? Həkimə sənət göndərmişəm. Adama dedilər ki, araya qoymuşdum məni. Yəni bu səbəb deyim ki, sənətləri silin. Bu qızlar böyüsünlərim özləri gələsi oldular. Anasından bizə etibar eləmirlər. Gəlib elə buranı probelk eləyib, sonra sənət düşəcəklər. Onda gedərsiniz, prasisti yazıb verirəm. Bir həkimlərdən keçib, daha xərciz nə tutaq, mən onu bilmirəm. Sənətləri götürüb gələrsiniz inşallah. Allah deyən olsun. Siz nətər məsləhət bilirsiniz, eləyirsiniz. Sonra? Xanım, harada kim nətərdir, onun mənə dəlaləti yoxdur. Mənə yaxşıdan stat gətirin. Neyse, amma mən keçirəcəm, bacım keçirmir. Çünki bacım inanmır. Qoy başdan bir də qoyum. Bu axırıncı. Yaxşı Samir bəy, onda mən o borcda olsa atacam o 30 manatı, 32 manatdır nədir, onu atacam 1 saata kimi. Qoy, mən tam bir cəmaata qullaşdırıb, sonra 20 manatda təzdən bir atacam. Allah'a həvalə də, yəni, Allah'a həvalə. Eyb yox, balamın eyb yox, başının sadaqası olar, əgər alınmasa. Ehtiyac yoxdur, sistemdən heç nəyi sildirməyin. Yəni, mən sizi başa düşürəm. Neyse, sonra yenə səslər var, ona attığım bu çek biridir. Baxın, bu 32 manat bir çekdi, görürsünüz burada. Hələ sertifikatımı atmışam ki, mən kompüterə getmişəm. Bu da ikinci çekdi. Baxın, əlimdə durur. Yaxşı ki, milyondan çıxartmışam. Bax, bu da ikinci. Bu da ikinci çekimdir. O birisi de 70 manat ödətdirmişdi. Onu şeyle aylanda 70 manat aldı. Allah'ım ya Rabbim, qoy bir danışım. O birisi de bundan 10 gün qabaqki də onun da səsləri zadı müəllimgirə vermişik o şeyə, ATV-yə vermişik. Yəni bu insanlar iş axtarırlar. Bax belə dələduzlar axır çörək pulumuzu götürürlər bizim, sizin. İndi baxın bu TikTok'da ora deyirdi ki iş axtarıram. Görün bəlkə də onun səsini niyə qoyduq ki, bəlkə də neçə nigarları, nərgizləri bax belə alladıb bu adam. Bu adamı onsuz da verilibdir. Bütün danlılarla, bu səs yazılarıyla, bunların göndərdiyi çeklərlə, zatla, iş düzəltmə adıyla. Görün bu TikTok'da insanları nə qədər anladırlar, insanlardan nə cürə istifadə edirlər. Xatırın. Bəli, kompüteri ATM bitirib, bəli, sertifikatı var əlində də. O qədər inandırdı ki, ayaqqabı nömrələri, iş uniforma sizə hazırladaq. Aybaca deyirəm, Aybala mənim sözümə qulaq asmırlar. Deyirəm, ay qız deyirəm. Hələ mən hətta fikirləşdim ki, dedim ki, yəqin bu kimdirsə bizi tanıyan adamdır ki, belə canfəşanlıq eləyir. Bu tanıyan adam olar da bizi tanısın, uşaqların işgüzarlığını bilsin, eləsin ki, bunlar ora ofisə getmədən bunları paltarlarını hazırlatsın, onlar bax belə fikirləşdim. 52 manat bunu anladı, bu keçirib ona. O birisi var idi, bundan qabaq 10 günkü 75 manat o anlatmışdı. Hətta müqabiləyə qol çəkdirmişdi. Gediblər müqabiləyə, ay bacı, ay bala, savadsızsan, nəsəsən, bax bunun hər şeyi saflığından başına gəlibdir. Bax bunun, saf olmasa o boyda hadisə bunun başına gələrdi. O boyda hadisə, keçənki hadisəni deyir, başına gələrdi bunun. Yaxşı ki mən varam, mən olmasam qurt quş yiyər bunu. İnanın ki belədir, mən varam hələ. İnsan biraz oyanıq olar, sən hansı zamanədə yaşayırsa götürüb, müqabiləyə qol çəkdirib buna. Nə iş verib, nə bir şey verib, otur gözlə, 10 gündə gözləyib, ondan Allah bəlalarını versin, əlbəttə versin. Allah harada haramçılıqla, o çörəyi o yiyə bilməz, amma yaxşı da yiyirlər, üstündən də su içirlər vallahi dostlar. Nə deyim dostlar? Nə deyək? Sözün bitdiyi yerdir, yəni göz görə-görə. İnsanları belə avladırlar. Bax, belə dələduzluqla pul qazanırlar insanlardan. Belə.
Ekran tıklayaq dostlar, ekran tıklaması lazımdır ay dostlar. Ne qararsan? Bax, kimə inanasan, bax, kimə inanasan ki, bir inandığın adamın üstünə gedəsən, deyəsən ki, Qəziyə, mən tək özüm üçün demirəm. Onlarla bəlkə də yüzlərlə insanları bu adam anladıbdır. İş düzəltmə adı ilə. Bu pul cəhənnəm olsun. Bunların pasport seriyaları, pasportun o yüzü, bu yüzü, Nərgizində, Nigarında göndərin, biz burada sənət hazırlayırıq. Gedərlər başqa yerdə bir hadisə törədərlər, bunların pasport. Gedərlər bankdan, bunların adı pasport, bunlarda pul çıxararlar. O qədər elə şeylər olub ki, evimizə kağız gələr ki, bu banka bu qədər sizin borcunuz var. Onsuz da elə banklarla uğraşırıq. Yeməyəcək xala qurban, elə yaxşı yeyirlər ki, valla üstündən də qəşəngcə də su içirlər. Bizə Banu yazır ki, bizə mebel ustası güya mebel düzəldəcək, evə gəldi 500 manat bir aldı, qaçdı. Banu, bax belə Allah'da dünyasıdır da, Allah'dır. Belə dərd olar, kimə gedək dərdimizi söyləyək. Ay xatım, mən nağarım, bu göndərib də, Nərgizə nə inandıq da, başa, mən bunları qınamıram, bunlar o qədər sıxılırıq da, işsiz adam neyini yersin, sağ olsunlar, yenə dolandırırlar. Allah müəllimin canını sağ eləsin. Yenə çörək pulumuz, evə gündəlik ehtiyacımızı ödürük, uşağın ehtiyacını ödürük, amma bizim 2 lira pulumuz var, ondan sonra kreditlərimiz var. Bu işləməlidir. Bizim uşaqlar işsiz dayanan deyirlər. Bizim uşaqlar zəhmətkeş uşaqlardır. Gəlin Gülkimi rayonda yaş gəlmir də canım. Gecə də evdə dava eləmişəm, qırğın eləmişəm. Deyirəm, mən gəlin gedək evimizə. Onlar kimdir ki, gedək Gül kimi evimiz var, eşiyimiz var. Fındıq sezonu gəlib çıxıbdır. Siz işləyən uşaqlarsınız. Deyirəm də getmirlər. İndi getməməkdə səbəbini də bilirsiniz də, qonşuyuq onlarla, lazımdır getməyə. Biz onları tamam həyatımızdan çıxartmışıq. İstəmirik görməyə. O teritoriyanı vəbçə görmək istəmirik. Getmirlər də, getmirlər. Haqlıdır getmir də, başa düşdünüz. Qorxulu nə var? Necə qorxulu? Ay ayan, nəyin qorxusu? Getmir də, uşaqlar getmirlər də. Bizim ora yəni gedib bir dəfəlik yaşamağımız qeyri-mümkündür. Mümkünsüz bir şeydir. Gec ora satılacaq, ya ora nəsə olacaqdır da, elə vaxt var, gözlədiyimiz nəsə var. Bizim o teritoriyaya getməyimiz, o insanlarla üzbəyüz gəlməmiz qeyri-mümkün, mümkünsüz bir şeydir. Gedəcəm 2 gün, 3 gün, 1 ay qalaram, evimdə, eşiyimdir. Min əziyyətlə tikib yaratmışam, oranı qurmuşam. Gedərəm, nəyə gedim? Mən tək orada gedim, necə yaşayım, ay dostlar? Mənim balalarım burada, mən orada, mən əmələ gəlmərəm elə. Siz onlardan niyə qaçırsınız? Onlar sizdən qaçsın. Biz onlardan yox, tək onlar olsa, deyərik tək olardı. Biz onsuz da onları heç saymırıq, var. Mən yolda vallahi onları görsəm heç tanımaram mən. Yəni rojaları da, nəinki onların iyi dəyən adamların sifətləri də yadımdan çıxıb da, yəni o qədər nifrətim var. Başa düşdünüz? Şükür Allaha çox şükür. Hamımızın gözü qabağındadır. Namusları ilə, qeyrətləri ilə, ləyaqətləri ilə işləyən, evlərinə baxan, evlərinə, uşaqlarına sadiq olan uşaqlardır bizim uşaqlar. Sat deyir. Satıram da bala, satıram. Satıram. Bizim orada da uşaqlar heç görün nə gündür ki, bir günlük də ora getmək istəmirlər. Biz sizi başa düşürük, Seva yazdı. Bir günlük istəmirlər, ya istəmirlər. Mən deyim ki, dünən evdə nətər müsibət idi. Bax bizim bu evdə, mən sizdən nə gizlədim. Mən də axı yaşlanan vaxtı mənə lazımdır, mən qapılarda qalım. Mən Gül kimi mebelim, evim, eşiyim, yatdığım yerə bax, durduğum yerə bax, oturduğumu bilmirəm, ay dostlar.
Mən şəraiti öyrənən adamam, hər şey yeri yerində, səliqəyə, səhmana öyrənən adamam. Mənim bir dənə kuxnam var ki, görmüsünüz özünüz, 5 metr bir uqlavoy kuxnadır, gedəcəm, çəkilişi görmüsünüz yayda orada olan. Otururam, qəşən xörəyimi orada pişirirəm, orada şəraitim var, düzənim var mənim. Allah onun bəlasını verir, amin. Onlar kənddən çıxmalıdır kəndi. Fikir verirsə, dünən kəndə baxın, dünən gördünüz, 5 uşağın anasını nə 5 uşaq bağışlayır, nə qohum əqrəbə bağışlayır, kəndə gəlməsin deyirlər. Görürsünüz siz? Zarinanı deyirəm, bizim o verilişdəkini görürsünüz. Qeyrətə baxın, şərəfə baxın, ləyaqətə baxın. Nə bilim, ay dostlar, Allah kömək olsun. O zona elədir, elədir. Hələ mən gedim ora, o restoranın səsi gələr mənim o yatdığım yerə, o gecələr səslər gəlir oradan, muzika səsləri zadı. Allah ya mənə verər, ya onlara verər. Mən bir adamdan dostlar, dostluğu eləyə bilərəm, amma dost uğrunda mən ölümə belə gedə bilərəm, yəni, inanın mənə. Amma mənə pislik edən adamlara ölənə qədər nətər deyimi düşmənçilik eləyərəm. Ölənə qədər düşmənçilik eləyərəm. Ay dünya, bayaqdan burada bir buran söz oxuduq. Yəni mən də təzədən geri qayıdım ki, niyə ağlayırdı dünən Nigar? Bizim Bakı kəndlərində onları çoxdan çıxartmışdılar, yox eləmişdilər. Siz nə danışırsınız? Xala, Zəhra, haycan, necəsən qızım? Yox, ona sənəd düzəltməlidir də, hər bir vətəndaşın sənədi olmalıdır, dostlar, pasportu olmalıdır. İstəyir, hara istəyir, gedir, getsin. Əslində ona kömək edir, pasport düzəldir ki, əlində şəxsiyyətini təsdiq eləyən sənəd olsun. Kimliyindən asılı olmayaraq, hər bir vətəndaşın əlində, ovucunda, çantasında, evində onun şəxsiyyətini təsdiq edən sənəd olmalıdır, dostlar. Ona görə də müəllim kömək eləyir, dəstəkləyirəm, sağ olsun, Allah ondan razı olsun ki, belə bir xoş işlərə, yaxşı işlərə vəsilə olur bizimləsən. Yazıq qadın belə danışanda, belə də 30 ildir şəxsiyyət vəsiqəsi yoxdur qadının. Şükür Allaha, abırlı ailəyik, abırlı deyilik, göründü. 2 ildir millətin göz qabağındayıq. Siz də göz qabağındasınız, biz də. Ayılındı kimdir bu? İsmə xanım, siz gedin rayona, sizin üçün də yaxşı olacaq yazırlar. Yox, mən necə gedim mən rayona? Mən bilirəm, mən gedərəm rayona, evim, eşiyim, elim, obam. Mən onu milyonlarla insanların içərisində söyləmişəm ki, mən elimi, obamı, yurdumu, torpağımı sevən, doğulduğum yeri sevən adamam. İnanın ki, bu belədir. Mən həvəslə o evi tikmişdim. Ömrümdə kənddə yaşamayan adamam. Mən getdim, kənddə ev tikdim. Mən onu 4 aya tikmişəm. Ana yox, qardaş yox, bacı yox. Tək tənha. Tək başıma 100 kvadratdan da çox. Bütün içinin remontu zadı, hər bir şeyi. Qadınlar yazıqdır. Əlbəttə, Allah qadınlarımızı, qızlarımızı, xanımlarımızı pis insanın qarşısına çıxartmasın, ya Rəbbim. Hər zaman deyirəm, dostlar. Hər zaman dediyim budur ki, Allah Taala hamının, evladının, özünün qarşısına xoş niyyətli, Allahı tanıyan insan çıxartsın. Yenə də deyirəm, Allah Taaladan qorxan insan heç kəsə pislik eləməz. Heç kəsin qadınına, qızına sataşmaz. Bakıda yenə